Bakıda müəllimini güllələməkdə təqsirləndirilən lisey şagirdinin cinayət işi üzrə məhkəmə araşdırması başlanılıb. Teleqraf istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərər çəkən İdrak liseyinin riyaziyyat müəllimi Şəhla Kamilova da iştirak edib. Prosesdə əvvəlcə zərər çəkənin şəxsiyyəti təsdiqlənib. Daha sonra təqsirləndirən şagirdin vəkili bir neçə vəsatətlə çıxış edib. Vəkil müvəkkilinin məhkəmə zalında onun yanında əyləşməsini, həmçinin prosesin qapalı keçirilməsini tələb edib. Müdafiə tərəfi bildirib ki, işlə bağlı mediada yayılan məlumatlar və sosial şəbəkələrdə aparılan müzakirələr təqsirləndirilən şəxsin ailəsinə, xüsusilə də digər 2 az yaşlı övladına mənfi təsir göstərir. Məhkəmə ilk vəsatəti təmin etsə də, hazırki mərhələdə prosesin qapalı keçirilməsi üçün əsas görməyərək tələbi rədd edib. Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham əsasən hadisədən əvvəl müəllim Şəhla Kamilova şagirdə dərsi bilmədiyi üçün irad tutub. Təqsirləndirilən yeniyetmə bunu özünə qarşı hörmətsizlik kimi qəbul edib və müəllimidən qisas almaq qərarına gəlib. İstintaqın məlumatına görə o, Rəsulzadə qəsəbəsində yerləşən evlərində atası tərəfindən gizlədilən ov tüfəngini və patron darağını götürərək öz otağına aparıb, silahı patronla doldurub və çantasında gizlədərək məktəbə gətirib. Təhlükəsizlik yoxlamasının zəif olması səbəbindən silahı maneəsiz şəkildə liseyə keçirib. Daha sonra müəlliminin olduğu otağa daxil olaraq tüfəngdən atəş açıb və hadisə yerini tərk edib. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. O, müəllimini öldürmək niyyətində olmadığını bildirib. Məhkəmə baxışı iyulun 24-ünə təyin edilib. Xatırladaq ki, hadisə bu ilin fevralın 6-sında Binəqədi rayonunda yerləşən İdrak liseyində baş verib. Hadisədən sonra şagird saxlanılıb və fevralın 7-sində məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 120.1-ci maddələri qəsdən adam öldürməyə cəhd ittihamı ilə cinayət işi başlanılıb və istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.